Yaz qabağı uşaqlarda qurd xəstəliklərinin əlamətlərinin artmasına diqqət edin. Bunlar hansı əlamətlərdir? Uşağın iştahsızlığının artması, yeməkdən imtina etməsi, qarında səbəbsiz ağrıların çoxalması, uşağın halsız olması, çəki itirməsi, uşaqda qarında kramp tərzi tutub buraxan şiddətli apenditə bənzər hətta ağrıların üzə çıxması, popa ətrafı səpmələr, qaşınmaların çoxalması, ağızda su axmalar, diş qıcamalar və gecə yuxu narahatlıqlarının, gecə yuxudan oyana yatmaq və yaxud da ümumiyyətlə yata bilməmək, yatağında fırlanmaq kimi şikayətlərin çoxalması varsa, bu qurd xəstəliklərinin əlamətləri ola biləcəyini unutmamalısınız və belə bir şübhə varsa mütləq pediatra müraciət etməlisiniz. Yaz qabağı uşaqlarda allergik rinit şikayətləri artmağa başlayır. Bu hansı şikayətlər? Uşaq səhərlər yerindən qrip kimi oyanır, dalbadal asqırır, burnu sulanır, qaşınır, əli davamlı burunda allergik salam dediyimiz hərəkətləri eləyir və burundan şəffaf, seroz, sulu axıntı çoxalmağa başlayır. Allergik rinit uşaqlarda həmçinin gecə öskürəkləri və yaxud da səhər yerindən duranda qrip əlamətləri kimi burun axıntı və ona bağlı öskürəklərlə də özünü göstərir. Eyni zamanda ağacların tozlanma periodunda polinozlar dediyimiz tozla təmasda dalbadal asqırma tutmaları, eyni zamanda gözdə qızarmalar, sulanmaların əmələ gəlməsi allergiya əlamətləri ola biləcəyini unutmamalı və bu şikayətlər zamanı mütləq pediatra müraciət etməlisiniz. Çünki allergik rinit müalicəsiz qalarsa asma riskinin artmasına və uşaqlarda gələcəkdə asmaya çevrilməyə səbəb ola biləcəyinə görə diqqətə alınmalı və zamanında müalicə olunması vacib olan bir problemdir.